Bu sualda karbon atomlarının sayı eyni olan alkin, deməli sen, H2n çıx 2 və arin, sen, H2n çıx 6. Bunun nisbi molekul kütləsi, daha doğrusu nisbi molekul kütləsi demir, atom payı. Burada 3n çıx 2 ümumi atomdur. Burada 3n çıx 6 ümumi atomdur. Deyir ki, hidrogen atomlarının mol payı. Yuxarıda hidrogen atomu 2n çıx 2-dir. Aşağıda 2n çıx 6-dır. Və ümumi atom 3n çıx 2 üstə gəlir 3n çıx 6 vur 100 bərabərdir deyir 60%. Bu da eləyir yuxarıda 4n çıx 8 6n çıx 8 bərabərdir 0,6-ya. 4n çıx 8 bərabərdir 3,6n çıxaq 4,8-ə. O da 0,4n bərabərdir 3,2-yə. N də bərabərdir 8-ə. İndi deyir ki, alkinin nisbi molekul kütləsi C8H deməli 14 eləyəcəkdir. Bunda nisbi molekul kütləsini hesablayanda 8 vur 12 üstə gələk 14. O da eləyir 96, 14, 110. Yəni D variantı.